Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi uşaqlıq illərimin ən sevdiyi bir şirniyyatı hazırlayacağam. Kişmişli suxarı hazırlayacağam. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? 1 kilo un götürmüşəm, 2 stəkan şəkər tozu, 1 stəkan yarım süd, 2 ədəd yumurta, biraz kişmiş. Əvvəlcə nə edirəm? 1 yemək qaşığı mayanı stəkana əlavə edib, üzərinə biraz ilıq su əlavə edərək qarışdırıram və bunu kənarda mayalanmasını gözləyirəm. Bu arada unumuzun üzərinə şəkər tozunu əlavə edirəm və bunu da yenə yaxşı-yaxşı qarışdırıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Unumuza biraz da bismillah üçün duz əlavə edirəm. Və 1 çay qaşığı sarı kök əlavə edirəm. Bir paket vanil əlavə edirəm. Və südümüzü əlavə edirəm. Üzərinə əridilmiş yağ əlavə edirəm. Və 2 ədəd yumurtanı qıraraq əlavə edirəm. Mayamızı da əlavə edib xəmirimizi yoğururam. Gördüyünüz kimi mayamız aktivləşib. Xəmirimizi gördüyünüz kimi yoğurdum. Mən biraz bərk yoğurdum xəmiri. Kişmişi də üzərinə əlavə edirəm. Siz əgər yumşaq çıxmasını istəyirsinizsə, biraz xəmiri boş götürün, yumşaq eləyin. Mən bunu biraz peçeniya formasında daha çox sevdiyim üçün xəmiri də bu formada elədim. Xəmirimiz gördüyünüz kimi artıq hazırdır. Üzərini örtüb kənarda biraz mayalanmasını gözləyəcəm. Artıq xəmirimiz mayalandı və bunu 3 yerə bölürəm. Mən bunu 3 yerə böldüm. Siz bunu 2 yerə də bölə bilərsiniz. Kündələrimiz də artıq hazır oldu. Keçirəm bunları yaymağa. Bunun qalınlığı sizdən asılıdır. Nazik və yaxud qalın edə bilərsiniz. Mən bu formada yaydım. Nə çox nazik, nə çox qalın. Bunu şirniyyat kəsən fiqurlarla kəsəcəm. İstədiyiniz formada kəsə bilərsiniz. Mən fərqli formada fiqurlarla kəsəcəm bugün bunları. Bir neçə fiqurla kəsəcəm. İkinci xəmirimizi də eyni qayda ilə yayıb kəsirəm. Dediyim kimi fərqli fiqurlarla kəsəcəm. Bunu da ürək fiquru ilə kəsirəm.
Gördüyünüz kimi fərqli formada kəsirəm və bunları soba listinə düzürəm. Bunu da ulduz forması ilə kəsirəm, fiquru ilə kəsirəm. Biraz da bu formada bıçaqla kəsirəm. Dediyim kimi istədiyiniz formada kəsə bilərsiniz. Bir neçə fiqurla kəsdim və üzəri üçün yumurta hazırlayıram. Bir ədəd yumurtanın üzərinə biraz duru yağ əlavə etdim və bunu yaxşı-yaxşı qarışdırıb üzərlərinə vuracağam. 3 tava şirniyyat çıxdı məndə. Hamısının üzərinə yumurta vururam. Gördüyünüz kimi fərqli formada fiqurlarla kəsmişəm və bunların üzərinə çəngəllə cızıqlar atacağam, görüntüsü daha maraqlı olsun deyə. Bu da bizim gördüyünüz kimi həm maraqlı, həm dadlı, kişmişli suxarımız hazır oldu. Uşaqlıq illərimin şirniyyatı hazır oldu. Çox dadlı, ləzzətli bir şirniyyatdır. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər sağ olun. Allah'a əmanət olun.